Sabirin hansı cəhətlərini üstün tutursunuz siz? Sabir bala Füzulidir də. Sabirin hələ söz deməyi, sabirin elmi, sabirin uzaq görənliyi, sabirin, məsəl üçün, sabir, necə deyim, onun üçün dəxli olmayıb, hansı mövzuda deyirdisin, onda sabir ol belə o. Şair var ki, qəzəldə çox güclüdür. Məsəl, qəsidədə zəifdir, satirada zəifdir və ilə axır, yəni. Sabir harada şeir deyib, elə sabir olub orada. Hətta uşaqlar üçün dediyi şeirlər. Hətta uşaqlar üçün dediyində. Daş qəlbli insanları neylərdin ilahi? İşte bu soyuqqanları neylərdin ilahi? İş rəncibərin, güc öküzün, yer özünün ki, beyzadələri xanları neylərdin ilahi? Məzlumların göz yaşı dərya olacaqmış, dəryaların ümmanları neylərdin ilahi? Həm güldürür, həm ağladır. Həm də bir ifadədə orada demir, ərlərimiz qız kimi hər bir oğlan sevəcək, evdəki nisvanları neylərdin ilahi? Yəni, o söz belə baxanda o qədər sadə deyilib ki, şeir yazmaq bacarığı olan ona qıptə eləyir, paxıllıq eləyir ki, niyə mən bu cür deyə bilmirəm? Amma o sadəliyin özü elə mürəkkəbdir ki, ona elə sabir kimi nəhənglər deyə bilər. Ona hər yerdə qalan şair deyə bilməz. O cür deyə bilməz. Ələmdən nəyə görə Sabirin o satirik qüdrətli şeirləri ilə müqayisədə qəzəlləri biraz... Yox, zəifdir. Yox, zəiflikdən getmir, azlıqdan. Bizim əlimizə az düşür də. Onun var ədəbiyyatda, yəni tarixdə belə bir şey var ki, onun bir boxçasını oğrayıblar. Hələ boxça da yazırlar. Bir boxça şeiri olub, onu oğrayıblar. Sabir can üstə olanda. Sonra Salman Mümtaz o oğranmışın izinə düşüb, Tiflisə ilə gedib çıxıb. Ancaq tapa bilməyib. Yandırıblar, itiriblər, batırıblar, bəlkə də başqa şairin adına çıxartıblar. Bilmirik ki, o boxçada bunun nələri var idi. Amma yəqin ki, qəzəl də olar. Qəzəl ola bilər orada, məsələn, Sabir bir müsəlman kimi, həqiqi müsəlman olub axı. Sabir elə-belə adı müsəlman, özü müsəlman deyir, belə adam olmayıb. Çünki Salman Mümtazın xatirələrində var ki, Sabiri bütün işindən ayırmaq olardı Füzuli söhbəti ilə. Füzulidən söhbət salardın, onu bütün işindən ayıra bilərdin. Amma Füzuli söhbətindən onu ancaq namaz vaxtı ayırmaq olardı, gedərdi namaz qılmağa. Bu cür müsəlman bir insan olub. Şübhəsiz onun orada qəsidəsi də olub, nohəsi də olub. Çünki bir 5-6 dənə o nohələri, Kərbəla hadisələri haqqında yazılı, o dini şeirləri, mərsiyələri gəlib çıxıb əlimizə. Var əlimizdə o cür şey. Orada da sabirdir. Orada da sabirdir. Özü böyük sabirdir. Yəni, bunlar hamısı ədəbiyyatımızın, bizim, yəni, bir lori bir söz deyim, bunlar bizim oğlanlarımızdır, bizim kişilərimizdir. Bunlar Azərbaycan xalqının balalarıdır. Dünyada yoxdur, bunlardan. Heç yerdə yoxdur. Bir dənə Şamaxının getirdiyi şairlər, dünyanın bütün şairlərindən say etibarilə də çoxdur, keyfiyyət idrak etibarilə də. Onlardan artıqdır.